Salam, bu videoda buraxılış imtahanı üçün sınaq suallarını izah edəcəm. Birinci sualdan başlayaq. Bizə verilib tənliklər sistemi, tənliklər sistemindən x-la y-in fərqini istəyir. 1 bölü x çıxılsın 1 bölünsün y bərabərdir 7-yə, x, y bərabərdir 4-ə. Bu tip sistem tənliklərdə birinci tənliyi başlayırsınız həll etməyə. Birinci tənliyi ortaq məxrəcə gətirəcəksiniz. Ortaq məxrəc x, y-in hasili olacaq. Buranı vuracaqsınız y-yə, buranı vuracaqsınız x-a. Olacaq y bölünsün x, x bölünsün x, y, x bölünsün x, y bərabərdir 7-yə. Məxrəclər bərabər olduğu üçün artıq sürətləri çıxa bilərik. x, y-in yerinə gətirib buradakı 4-ü yazacağıq. Çünki x, y-in qiyməti bizə 4 verilibdir. Y çıxılsın x bölünsün 4 bərabərdir 7-yə. Çarpaz vururuq. Y çıxılsın x-i tapırıq 28. Bizdən isə x çıxılsın y istəyir. Onda mötərizə xaricinə mənfi çıxarıram. X olur müsbət, y olur mənfi. Mənfi keçir 28-in önünə. X çıxılsın y olur mənfi 28. Doğru cavab E variantı. Sual 2. Sinifdə 26 şagird var. Diaqramda bu şagirdlərin riyaziyyat imtahanında aldığı qiymətlərin statistikası göstərilmişdir. Diaqrama əsasən şagirdlərin aldığı qiymətin medianını tapın. Qiymətlər 2, 3, 4 və 5-dir. 2 alan 4 nəfər, 3 alan 9 nəfər, 4 alan 7 nəfər və 5 alan 6 nəfər var. Median ədədlər sırayla düzülür, ortada qalan götürülür. Əgər mən buradan 4 dənə 2 silsəm, buradan da 4 dənə 5 siləcəm. Burada deməli 2 dənə 5 qalacaq. Axı 6 dənə idi, 4-ünü çıxıramsa 2-si qalır. Yerdə qalır 9 dənə 3, 7 dənə 4 və 2 dənə 5. İndi isə 2 dənə siləcəm hərəsindən. Burada 5 qalmayacaq. Buradan da 2 dənə siləcəm. 7 dənə 3 qalacaq. 4 dənə də, 7 dənə də 4 qalacaq. Bunların da hərəsindən 6 dənə silsəm, qalacaq 1 dənə 3, 1 dənə də 4. Ortada 2 dənə ədəd qalırsa, biz toplayırıq və bölürük 2-yə. Doğru cavab olacaq 3,5. A variantı. Üçüncü sual. 2 vurulsun 9 faktorial bölünsün 10 faktorial bərabərdir 1 bölünsün m. Əgər faktorial görürsünüzsə, faktorialı ən böyüyünü kiçiyə qədər açırsınız. Yəni, özü vurulsun, özünü bir vahid azaldırsınız, 9 faktorial yazıb dayanırsınız. Çünki sürətdə də 9 faktorial var, ixtisar edirik. 2 ilə də 10 ixtisar edirəm. Olur. 1 bölünsün 5 bərabərdir 1 bölünsün m. Çarpaz vururam. M bərabərdir 5-ə. Doğru cavab B variantı. Dördüncü sual. Tənlik verilibdir. X çıxılsın 4. 2 çıxılsın x və 6. Mən məxrəcdən azad etmək üçün və yaxud məxrəclərini bərabərləşdirib toplaya bilərik. Gəlin məxrəclərini bərabərləşdirək. Gətirək ortaq məxrəc 12. Demək, buranı vuracam 4-ə, buranı da vuracam 3-ə. Olacaq 12-də 4 vurulsun x çıxılsın 4. 3 vurulsun 2 çıxılsın x bərabərdir. X çıx 1 vurulsun bölünsün 6. Olacaq 4x çıxılsın 16. 6 çıxılsın 3x. Sürətlər toplayırıq. 4x ilə mənfi 3x bizə verir x. Mənfi 16 ilə müsbət 6 verir bizə mənfi 10.
İndi isə ikinci kəsirin məxrəc və sürətini 2-yə vururam. Bunda sürətlər bərabər olur. Məxrəclər bərabər olursa sadəcə sürətləri bir-birinə bərabər götürüb həll edəcəm. Dəyişənlər sol tərəfə, ədədlər sağ tərəfə. Mənfi x bərabərsə 8-ə, x da olacaq mənfi 8. Doğru cavab A variantı. Sual 5. AB parçası üzərindəki nöqtə, üzərində bir dənə nöqtə qeyd edirəm, C nöqtəsi. Onu, bura A deyək, burada B deyək. Biri digərinin uzunluğunun 40%-ni təşkil edən A bərabərdir B-nin 40%. Ədədin faizini tapanda ədədi faiz göstərən ədədə vurub 100-ə bölürəm. 20-yə ixtisar edirəm. A bərabərdir 5-də 2B-yə. Çarpaz vururam. 5A bərabərdir 2B-yə. 5 ilə 2 qarşılıqlı sadə ədədlər olduğu üçün A bərabərdir 2K-ya. B də bərabərdir 5K-ya. Alınan parçaların, yəni 5K ilə 2K-nın uzunluqlarının fərqi 120-dir. Yəni 3K 120-dirsə, K olacaq 40. K 40-dırsa 2 vur 40. Bura olacaq 80. 5 vurulsun 40. Bura olacaq 200. AB parçasının uzunluğunu istəyir. AB parçasının uzunluğu A ilə B-nin cəmidir. 80 üstə gəl 200. Doğru cavab 280. B variantı. 6. Daxilinə çevrə çəkilmiş trapesiyanın daxilinə çevrə çəkilibdir. Orta xətt alt və üst oturacaqların cəminin yarısıdır. 15-ə bərabərdirsə, onda A ilə B-nin cəmi 30-a bərabərdir. Bizdən perimetrini istəyir. A ilə B-nin cəmi 30-dursa, dördbucaqlının daxilində çevrə varsa, qarşı tərəflərin cəmi bir-birinə bərabər olur. Onda C ilə D-nin də cəmi 30 olacaq. Perimetr də bərabərdir. Tərəflərin cəminə AB, CD hamısını toplayırıq. AB 30, CD 30. Doğru cavabımız olacaq 60. D variantı. 7. Modulda x çıxılsın 2 böyük bərabərdir 7. Modulda bir dəfə gördüyümüz kimi yazırıq. Bir dəfə böyük bərabərdir olur, kiçik bərabərdir, 7 də olur, mənfi 7. Və modulda birləşmə görürüksə, birləşmə olduğu üçün, böyük bərabərdir olduğu üçün, böyükdür olduğu üçün birləşmə götürülür. Bura qeyd edirəm. Böyük bərabərdir olanda birləşmə götürülür. Yəni, burada heyət olacaq ki, bu birləşmədir. Hər bir bərabərsizliyi ayrı-ayrılıqda həll edirəm. X böyük bərabərdir 7 ilə 2-ni toplayıram 9. X kiçik bərabərdir. Mənfi 7 ilə 2-ni toplayıram. Mənfi 5. Ədəd ox çəkirəm. Mənfi 5-i və 9-u qeyd edirəm. Hər ikisini alır. Ona görə də dolu dairə. 9-dan böyük olanlar gedir müsbət sonsuzluğa. Mənfi 5 böyükdür mənfi sonsuzluqdan. Ödəməyən bu aralıq oldu. Bizdən ödəməyən tam ədədlərin sayını istəyir. Ödəməyən mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 4 dənə mənfi, 1 dənə 0, 5 dənə bu. Daha sonra 1-dən 8 daxil olmaqla. 8 üstə gəl 5, 13 dənə tam ədəd ödəmədi. 8-ci suala keçirik. A nöqtəsindən çevrəyə onun B, C və D-Y nöqtələrindən keçən 2 kəsən çəkilmişdir. C-Y və B-D qövslərinin dərəcə ölçüləri 86 və 42-dir. Əgər çevrəyə kəsən çəkilibsə, çevrədən ayırdığı major və minor qövslərin fərqini bölürük 2-yə. 44 bölünsün 2. Doğru cavabımız 22. Sual 9. Əgər bizə A verilib A kvadratı istəyirsə, demək ki, biz bunu kvadrata yüksəltməliyik. Müxtəsər vurma düsturu ilə açırıq.
vurmanı yerinə yetirəndə A'lar ixtisar gedir. -4'ü keçiririk sağ tərəfə. Doğru cavab 29. 10-cu sual. Tənliyin kökü deyəndə x nəzərdə tutulur. X bərabərdir 2. Tənlikdə harda x görürüksə yerinə 2 yazırıq. 4 çıxılsın 2. Diqqət edirsiniz, burada mənfi var, burada da mənfi var. Mürtərizasiyonda müsbət 6 olacaq. Doğru cavab 2. Sual 11. Üçbucağın bucaqlarını 1, 2, 3 nisbətində verib, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Nisbətləri cəmləyirik, 180-ə bərabər edirik. K-nı tapırıq, 30 dərəcə. Onda nisbətlər 30, 60 və 90 olacaq. Deməli, əgər üçbucağın bir bucağı 90 dərəcədirsə, bu düz bucaqlı üçbucaqdır. Düz bucaqlı üçbucaq çəkirəm. Bucaqlarını qeyd etdim. Düzbucaqlı üçbucağın hipotenuzu 2A'dırsa, 30 dərəcənin qarşısı A'da, 60 dərəcə bucağın qarşısı A kök altında 3'ə bərabərdir. Böyük tərəf böyük bucağın qarşısında dayanır, yəni 2A. Kiçik tərəf kiçik bucağın qarşısında dayanır, yəni 30'un qarşısındakı A. 2A üstəgəl A. Böyük və kiçik tərəflərin cəmi 9'a bərabərdir. 3A 9 olarsa A da olur 3. Bizdən böyük tərəf istəyir. Böyük tərəf 2A'dır. 2A bərabərdir. 2 vurulsun 3. Doğru cavab 6. 12. 4 ilə 4, 3 ilə 3 ixtisar gedir. Əgər cüt dərəcəli kökdürsə, modulda tək dərəcəli kökdürsə, olduğu kimi çıxır. Yəni kök altında 7 çıxılsın 2. Və biz təyin etməliyik ki, kök altında 7 çıxılsın 7 mənfidir, yoxsa müsbətdir. Bu 7'ni kök altında 49 yazıram və görürəm ki 7 çıx 49, deməli bu mənfi ədəddir. Bu mənfi modulu olduğu üçün əks işarə ilə mənfi kök 7 və müsbət 7 çıxacaq. Müsbət mənfi kök 7'lər islah olacaq. Doğru cavab 5, B variantı. 13-cü sual. Paralelogramın bir tərəfinə bitişik bucaqlarının tən bölənləri. Paralelogram çəkirəm. Ümumiyyətlə, əgər paralelogramın tən bölənləri qarşı tərəf üzərində kəsişirsə, əzbərləyin ki, burada bərabər yanlı üçbucaqlar yaranır. Çünki əgər buradan tən bölən çıxıbsa, alfa alfa və bu alfanın çarpazı buradadır, alfa. Digər tərəfdən bura beta beta yazsam, bu betanın çarpazı buradadır. Onda mən bura bir A desəm, görürəm ki, burada bərabər yanlı bir üçbucaq yaranıb. Alfa, alfa oturacağı bitişik bucaqlar bir-birinə bərabərdir. Onda buradadır. Digər tərəfdən burada da beta, betadır. Oturacağı bitişik bucaqlar bir-birinə bərabərdir. Bura A'dırsa paralelogramın qarşı tərəfi də A'dır. Onda buradadır. Onda A, B, C, D paralelogramında BC AD'ye bərabər olduğu üçün onda burada 2A'dır. Perimetr tərəflərin cəmidir. 2A üstəgəl 2A üstəgəl A üstəgəl A 6A 6A 48'dir. Onda biz A'nı tapırıq 8. Bizdən kiçik tərəf istəyir. Kiçik tərəf elə A'dır. Cavabımız olacaq 8. 14. Uçları A-7, A-7, B
3 olan parçanın orta nöqtəsinin koordinatını tapın. -7-dən 3-ə məsafəni tapaq. Məsafə modulda yazılır. Bir-birindən çıxırıq. Edəcək 10. Buradan ümumi məsafə 10'dur. Orta deyirsəm, ya 3'dən 5 vahid arxaya, ya da -7-dən 5 vahid sağa gəlməliyik. Gəlin -7-dən 5 vahid sağa gələk. Edəcək -2. Doğru cavab D variantı. Sual 15. Y bərabərdir x kvadratı çıxılsın 2x üstəgəl 9. Funksiyasının grafikinin bu kvadratik funksiyadır və bunun grafiki paraboladır. Kvadratik funksiya, grafiki parabola. Parabolanın təpə nöqtəsi M, N nöqtələridir. M'in düsturu -b bölünsün 2a, bu birinci üsul. N'in düsturu 4ac çıxılsın b kvadratı bölünsün 4'a. M'i tapmaq üçün əvvəlcə ABS-ni təyin edək. A x kvadratının əmsalı 1'dir, b -2'dir, c də 9'a bərabərdir. M bərabərdir 2 bölünsün 2, M edəcək 1. Burada da 36 çıxılsın 4, edəcək 32. Bölünsün 4, 8. M x 0'dır, 1'dir. Bu da y 0'dır, 8'dir. Hər ikisi müsbətdir. X və y müsbətdirsə, demək ki, bu birinci rübdə yerləşir. Bunu ikinci üsulla necə tapırıq? Y bərabərdir x kvadratı çıxılsın 2x üstəgəl 9'u. Y bərabərdir x çıx həmin kvadrat üstəgəl n formasına gətirməklə. Yəni burada müxtəsər vurma düsturu yaradırıq. X kvadratı çıxılsın 2x üstəgəl bu 2'ni bölürük 2'yə, yəni bundan söhbət gedir kvadratı. 2 bölü 2'nin kvadratında çıxırıq. Yəni bəzi uşaqlar buna baxan kimi bilir ki, bu x çıx 1'in kvadratıdır. Bu 1'dir. Yəni bu şəkildədir. Bu hissə bizə x çıxılsın 1'in kvadratını verir. Üstəgəl 8. Bu olur. Bu düstura əsasən. M olur 1, N də olur 8. M 8'dir, M 1'dir, N də 8'dir. Yine hər ikisi müsbətdir, yəni birinci rübdə yerləşəcək. 16. İki ardıcıl cüt ədədin ardıcıl cüt ədədlər 2n, 2n üstəgəl 2. Əkobu və əbobu deyir. Əkob 2n, 2n üstəgəl 2. Əbob 2n, 2n üstəgəl 2. Əvvəlcə mən 2'ləri çıxaracağım, ortaq vuruq. Əkob olacaq n, n üstəgəl 1. Əbobda da 2, n, n üstəgəl 1. N, n üstəgəl 1. Bu ardıcıl ədədlərdir. Ardıcıl ədədlərin bir-birinin qarşılığı sadə olur. Əkobu hasilin verir, əbobu 1 verir. Bizə deyir əkobla əbobun cəmi. 2 vurulsun onların hasili, əkob üstəgəl. 2 vurulsun 1, əbob bərabərdir 62. 2n'in kvadratı üstəgəl 2n, üstəgəl 2 çıxılsın 62 bərabərdir 0. İndi isə hər birini 2'yə böləcəm. İstəsəz diskriminantla, istəsəz viyetlə, istəsəz vurğulara ayırma ilə həll edə bilərsiniz. Mən vurğulara ayırma ilə həll edəcəm. N üstəgəl 6 0 olarsa n bərabərdir -6'ya. Burada isə n bərabərdir 5'ə. Əbob əkob. Burada n natural ədədlərə daxildir. Ona görə də bu olur kənar kök. Bu həqiqi kök.
Ödəyən 5 oldu. Ədədlərimiz 2 vur 5 10. Ardıcıl cütdü. O biri də 12. Kiçiyi oldu 10. On yedi. Ardıcılığın ən kiçik həddinin nömrəsini tapın. AN bərabərdir. N çıxılsın 2/6-nın kvadratı üstəgəl 7. Ən kiçik olması üçün mötərizə kvadratı ən kiçik 0 ala bilər. 0 alması üçün də n çıxılsın 2/6-nın 0 olması üçün n bərabər olmalıdır 2/6-ya. Bu olmaz. Çünki n burada natural ədədlərə daxildir. Ədədi silsilədə n yalnız natural ədəddir. Onda mən bura verə bilərəm. Ya 3 verəcəm, ya da 2. Bir dəfə 3 verək. 0 tam olması üçün də, yəni ən kiçik olması üçün. 3 çıxılsın 2/6-nın kvadratı üstəgəl 7. Bu edəcək 0/4-ün kvadratı üstəgəl 7. 0/16 üstəgəl 7. 7/16. Bir dəfə də gəlin 2 verək. 2 versək 0/16-nın kvadratı edəcək. Bu böyük olacaq. Bəli. Onda n 3 olan da ödədi. Ən kiçik həddinin nömrəsi olacaq 3. 18. N bölü 2 kiçikdir. 30 bölünsün 12. Bərabərsizliyini ödəyən n'in natural qiymətlərin cəmini tapın. 6'ya vururam. Olacaq 6n bölünsün 12 kiçikdir. 30 bölünsün 12. Hər tərəfi 12'ye vururam. Məxrəcdən azad olur. 6n kiçikdir 30. Hər tərəfi 6'ya bölürəm. N kiçikdir 5. 5'dən kiçik natural qiymətlər 1, 2, 3 və 4. Cəmi edəcək 10. 19. 19-cu sualda vuranda üstlərini toplayırıq. Sürətdə 3n üstəgəl 2-ni 2n çıxılsın 1 ilə toplayıram. Məxrəcdə də 1 çıxılsın 2n-i 7n ilə toplayıram. Sürətdə edəcək 2n-dən 3n-in cəmi 5n, 2 ilə mənfi 1-in cəmi 1. Məxrəcdə də mənfi 2n-dən 7n-in cəmi 5n üstəgəl 1. Bu da bizə verəcək 1, çünki eynidir, ixtisar gedir. Cavab 1. 20. Düzbucaqlının sahəsini verib bizə düzbucaqlı üçbucağın sahəsini tapanda bilirsiniz ki, katetləri bir-birinə vururuq. Katetlər 5 bölü 12 nisbətindədir. Bölürük 2. Yəni, sahə belə anlayışdır ki, tərəf vurulsun hündürlük bölünsün 2. Katetlərdə burada hündürlükdür. Yəni, bura tərəf kimi baxsaq, bu tərəfə çəkilən hündürlük budur. Və yaxud bu tərəfdirsə, bura çəkilən hündürlük budur. Hündürlüklər düzbucaq təpəsində burada kəsişibdir. Sahə 120-dir. 5K-nı 12K-ya vurursunuz, bölürsünüz 2-yə. Olacaq 240 bərabərdir 60K kvadratı. K-nı K-ya vuranda mütləq K kvadratını nəzərə alın. K da bərabərdir 2. K-nı 2 tapdıqdan sonra burada Pifagor ədədləri bura 13K-dır. Bizdən hipotenuzu istəyir. 13 vurulsun 2. Doğru cavab 26. Sual 21. 21-ci sual biraz çətin sualdır. Ulduz qoyuram. Diqqət tələb eləyir. X kvadratı üstəgəl 4x üstəgəl 3. Bu sürəti vurğulara ayırırıq. Baxın bu şəkildə. X-a vuranda x kvadrat eləyir. 1-i də 3-ə vuranda 3 eləyir. Və hər ikisi müsbət olmalıdır ki, bu şəkildə bunları bir-birinə vuranda 3x ilə x-in cəmi 4x eləsin. Yəni bunu. Onda vurğularımız x üstəgəl 1 və x üstəgəl 3 olacaq. Kəsri buradan yazıram. Sürətdə x üstəgəl 1, x üstəgəl 3. Məxrəcdə də baxın x-i çıxarıram mötərizə xaricinə. K üstəgəl 2 olur. Üstəgəl 1. Bunun rasional ifadə olması üçün məxrəcdə yalnız 1 qalsa, yəni bu 0 olsa, getsə, onda bu rasional ifadə olacaq. Bu birinci.
Yəni k üstəgəl 2 bərabərdir 0 olarsa k bərabərdir -2 olanda. K'nın -2 qiymətində daha sonra yenə eyni ilə bu ifadəni yazıram. Bu dəfə isə belə deyə bilərik ki, bununla ixtisar getməsi üçün, yəni onda məxrəc yəni olmayacaq da rasional ifadə tam ifadəyə çevirəcək. X'in əmsalı 1 olmalıdır. Çünki burada x'in əmsalı 1'dirsə, burada da 1 olmalıdır. Yəni bu 1'dir də əmsal. Onda burada 1 olmalıdır. K üstəgəl 2 bərabər olmalıdır 1'ə. K bərabərdir -1'ə. Biri də bu oldu. Üçüncü halımız odur ki, bu dəfə x üstəgəl 3 ilə ixtisar getməlidir. Üçüncü hal üçün yenə qeyd edirəm bura. Üçüncü hal. Bu dəfə bununla ixtisar getməlidir. Bunun üçün də baxıram ki, burada 3'dür, burada 1'dir. Deməli, mən bunu 3'ə vurub 3'ə böləcəm. Həmçinin bunu da 3'ə vurub 3'ə böləcəm. Onda sürəti olduğu kimi yazıram. Məxrəcdə bu 3'ləri ortaq vuruq olaraq, yəni 3'də 1 şəklində mürtəzə xaricinə çıxarıram. Qalır 3 vurulsun k üstəgəl 2 üstəgəl 3. Baxın, indi artıq bunlar eyni oldu. Deməli, x'in əmsalı burada nədir? 1. Artıq x'in əmsalı da aşağı ilə eyni olmalıdır ki, bunlar ixtisar gedə bilsin. Onda 1 bərabərdir 3 vurulsun k üstəgəl 2'yə. 1 bərabərdir 3k üstəgəl 6. K da bərabərdir -5 bölünsün 3. Diqqətli olun bu sualda. Yəqin ki, hər birinizin sualı olacaq. 22. ABC 3 ardıcıl tək natural ədəd olarsa 3 s kvadratı çıxılsın 3a kvadratı bölünsün b-ni b nisbətinin modulunu tapın. 3 s kvadratı çıxılsın a kvadratı bölünsün b. 3 ardıcıl tək natural ədədsə 1 3 və 5 deyə bilərik. 3 vurulsun s'yə 5 demişik. A'ya 1 demişik. B'yə də 3 demişik. 3'lər gedir. 25 çıxılsın 1. Doğru cavab 24. 23. Burada bir perpendikulyarı indirirəm. Birləşdirirəm. Baxın, bu xəttin uzunluğu 5'dirsə, demə burada 5'dir. Bura 5'dirsə, demə burada 5'dir. Onda mən diqqət edirəm. Bura. Belə göstərək. Belə. Burada 7'dir. Onda bura bir K nöqtəsi olsa, KD olacaq 5 üstəgəl 7 12. AK da 5'dir. AD burada hipotenuzdur. Bucaqlı üç bucaq var burada. 5'in kvadratı üstəgəl 12'nin kvadratı 169. Yəni bərabərdir hipotenuzun kvadratına. Hipotenuz da edəcək 13. Ümumiyyətlə artıq əzbərləməlisiniz ki, 5, 12, 13 Pifaqor ədədləridir. Amma ətraflı yazı tələb olunan suallarda mütləq bunun Pifaqor teoremi ilə həllini yazmalısınız. Doğru cavab 13. Sual test topusunda var. 24. Rombun diaqonalları 3 və 4 ədədləri ilə mütənasibdir. D1 bərabərdir 3K. D2 bərabərdir 4K. Rombun perimetri 40'dır. Rombun perimetri 4A'dır. 40'a bərabərdirsə A'nı tapıram 10. Diaqonalların kvadratlarının cəmi bərabərdir tərəflərin kvadratlarının cəminə. Düsturdan istifadə edirik. 4K kvadratı üstəgəl 3K kvadratı
Düsturda elə A-nın qiymətini qoydum yerinə. K kvadratı bərabərdir 400-ü böləcəm 25-ə edəcək 16. K da bərabərdir 4-ə. Bizdən kiçik diaqonal istəyir. 3 vurulsun 4. Doğru cavabımız 12. 25-ci sual. Həndəsi silsilədə B3 bərabərdir 4-ə, Q bərabərdir 0,5-ə və bizdən onun 5-ci həddini B5 istəyir. B5 bərabərdir Q B3 vurulsun Q'nun kvadratı. İndi B5'i bilmirik, B3'ü bilirik. 4 vurulsun 0,5'i 2'də 1 yazacağım. 2'də 1'in kvadratına 4 vurulsun 4'də 1. Cevabımız olacaq 1. Suallar bu kadar uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmayı unutmayın və burada bir sual var. Bu sualın cevabını tapanlar R bölməsində cevabını yaza bilər.